Həzrət Əli əleyhissalam deyir ki, bu dünyada bir gün böyük dərdin olarsa, Rəbbinə dönüb mənim böyük dərdim var demə. Dərdinə dönüb mənim böyük Rəbbim var de. Allah Taala'nın göndərdiyi hər sıxıntıya, hər çətinliyə, gələn o böyük dalğaya hər zaman şükür edin. İnanın ki, o şükür edəndə Allah Taala özü asanlaşdırıb yol açır. Heç vaxt Allaha üsyan etməyin. Əksinə oturun, danışın Allahla. Allaha möhtaclığınızı, acizliyinizi, sən ol deyərsənsə olur. O dua zamanı sənin dilindən o söz fəryadla çıxır, göyə çəkilir. İnanın ki, Allah Taala elə tez eşidir sənin səsini. Özü də həmin vaxtlarda insanın içində bir səs olur. Kimsə sənə deyir ki, hər şey yaxşı olacaq və həqiqətən də hər şey yaxşı olur. Ona görə də Allahın özü göndərdiyi o çətinliyi, sıxıntını hər zaman şükürlə qəbul edin, razılaşın. Allah Taala istəməsə